sevdiyiniz şeylərlə, yəni artıq olanla yox. Yəni dəyərli olanı bölüşməkdə savab daha çoxdur. Bu iş çox böyükdür. Yəni hətta belə təşviq etmək belə, hətta insanları bir fikir üzərində toplamaq bu özü bir məncə yardımlaşmadır. Xeyriyyəçilik və ya da ki, sosial yardımlaşmanın həm insanın özünə psixoloji tərəfdən çox müsbət təsiri var. Eyni zamanda cəmiyyət üçün də çox böyük bir təsiri var. O vaxta qədər elə bil biz yatmışdıq. Mən şəxsən öz adıma deyirəm ki, elə bil bir qəflət var idi. Oradakı Bakının o küçələri nə gedib çıxdıq biz ki, yəni burada ümumiyyətlə belə evlər var imiş, belə ailələr var imiş. Layihəni yazanda belə deyək də, məlumatları göndərəndə özüm də Covid xəstəsi idim, yəni qızdırmayla o çətin bir vəziyyətdə nəsə yazdıq göndərdi, belə ümidsiz halda ki, yazaq göndərək nə olar. 60 ölkədən 2000 layihə arasında dünya üzrə birinci yerə çıxmaq bizim üçün həqiqətən gözlənilməz bir uğur idi. Adi gündəlik qidalar belə çarəsiz bir. Bəli. Yəni onları görəndə yaranan birinci növbədə bir şükür vəziyyəti ki, yəni mən necə nemətlər içində yaşayırmışam, fərqində deyilmişəm. 5 nəfərlə başladığımız aksiya Allahın izni ilə hadisə 2 ayın tamamında 150 nəfərlik böyük bir könüllü heyətimiz var idi və həmin o müddətdə təxminən 6500 ailənin qapısını döyərək onlara ərzaq yardımı çatdırdı.